Minasan konnichiwa. Japonca dersler videosunun ilk dersine hoş gelmişsiniz. Bundan əvvəlki videomda əlifbalar haqqında sizlərə məlumat verdim. Nə məqsədlə istifadə olunur, niyə üç əlifba var, necə yaranır, bunlardan sizlərə danışdım. Bu videomda isə hiragana və katakanadan danışdım və onların dərniklərindən sizlərə bəhs edəcəm. Yapon dilində 5 əsas sait var. A, I, U, E, O saitlərdir. Digərləri isə bu saitlərin köməyi ilə yaranıbdır. Gəlin əlifbanı sayaq. A, I, U, E, O, Ka, Ki, Ku, Ke, Ko, Sa. Burada istisna şi, su, se, so. Ta istisna çi və tsu, te, to. Na, ni, nu, ne, no. Ha, hi, fu, he, ho. Ma, mi, mu, me, mo. Ya, yu, yo. Y sırasında 3 hieroglif var. Y və Y hieroglifləri yoxdur. Ra, ri, ru, de, ro. Burada R-nı bizim Azərbaycan dilindəki kimi R olaraq tələffüz olunmur. Biraz yumuşaq R-dan istifadə olunur. Daha sonra va, o. Burada vo-nu o olaraq da tələffüz edirlər. Qrammatik şəkilçidir hətta. Və n deyil, olaraq tələffüz olunur. Vinland Saga animesini yəqin ki, çoxlarınız bilirsiniz. Japoncası Vinland Saga olaraq tələffüz olunur. Nə üçün bu animeni nümunə çəkdim? Burada vi, do, ga səslərini eşitdiniz. Japoncasında da var idi. Məqsədim odur ki, bu səsləri əlifbanı sayarkən orada görmədiniz. Lakin Japoncada var da. Bu necə olur? Bunu başa salacağam. Ten. Bizim dildə apostrof və yaxud da ki, dırnaq işarəsi. Japonca ten adlanır bu. Bu hierogliflərin üzərində olarkən samitləri qarşılığına çevirir. Yəqin ki, bilirsiniz nə deməkdir. Karı cingiltiliyə, cingiltini kara çevirir. Fu vi oldu. To do oldu. Ka ga oldu. Üzərindəki ten bunları vi, do, qaya çevirdi. Bu təkcə fu, to, kaya aid deyil. Bütün yəni A, I, U, E, O saitlərindən başqa bütün hierogliflərə aiddir. Üzərinə ten əlavə etdikdə samitlər digər qarşılığına çevrilir. Digər işarəmiz isə chisai maru işarəsidir. Japonca mənası isə kiçik dairə deməkdir. Elə gördüyünüz kimi kiçik bir dairədir. Dərəcə işarəsinə oxşuyur. Bu nə rol yerinə yetirir? Sizə bunu başa salacağam. H sırasında istifadə olunur. Ha, hi, hu, he, ho sırasında. Üzərinə chisai maru əlavə etdikdə pa, pi, pu, pe, po olaraq tələffüz olunur. Yəni h-nı p hərfinə çevirir. Məsələn, bir nümunə çəkək. Pano tabemas, çörək yemək. Burada pan, çörək, tabemas isə yemək deməkdir. Burada chisai maru görürsünüz. Ha hieroglifin üzərindədir və pan olaraq tələffüz olunur. Pa, olaraq. Digər qaydaya keçək. Ya, yu, yo hieroglifləri. Bu hierogliflər əlifbada nə rolu oynayır, nə edir, onu deyəcəm. Bu hierogliflər i-ni salır. Bu hierogliflər i sırasında olan hərflərlə işlənir və hierogliflərin yanında kiçik yazıldıqda i hərfini salır. Məsələn, ki, kü, kyo olaraq tələffüz olunur. Ka. Yəni gördüyünüz kimi ki, yu deyil, Q. I düşür, Q, U, U olaraq qalır. Digər qrammatik formamız isə tsu hieroglifidir. Tsu hieroglifi bütün hierogliflərin yanında, ayağında kiçik yazıldıqda özündən sonraki hieroglifin samitini qoşalaşdırır. Bu nə deməkdir? Nümunə çəkək. İshoni ikaka desu ka? Birlikdə edək. İshoni birlikdə. İkaka desu ka? Edək. Burada i'nin ayağında kiçik tsu. Burada da gördüyünüz kimi şo var. Ş'nin i'si yo kiçik yazıldığına görə düşüb olub şo. Tsuya görə şo. Qoşalaşıb ş, qoşalaşıb olub şo.
İşşoni ikaga desu ka? Birlikte edək. Bu qrammatikada belədir. Diğer videomda da qeyd etdiyim kimi sizlərə tapşırıqlar verəcəkdim. Bu mövzuya aid tapşırıqlar da ekrana qoyuram. Bunları hiragana ilə və katakana ilə çevirib yazacaqsınız. Əgər yaza bilmədiyiniz hissələr olsa, rəy bölməsində yaza bilərsiniz. Hiragana və katakana haqqında olan bütün məlumatları sizlərə verdiyimi düşünürəm və sizlərə də qaranlıq qalan bir yeri olmadığını ümid edirəm. Olubsa da rəylər bölməsində qeyd edə bilərsiniz. Bugünlük bu qədər. Gələn videoda isə şəkilçilər haqqında məlumat verəcəm. Videomu bura qədər dinlədiyiniz üçün sizlərə təşəkkür edirəm.